Hər birinizi salamlayıram. Mən İstər Müzəffər kanalıma xoş gəlmisiniz. Bugün müstəqillik dövrünün davamıdır izah olaraq və lövhədən də gördüyünüz kimi yazmışam əsas hadisələri illərlə. Çünki keçən dəfə cəmi 7 ildən danışdıq, amma 50 dəqiqə dərs videosu oldu. Ona görə indi yazdıq ki, vaxtımız getməsin. Bunların üzərindən əsas şeyləri deyək. Siz də sonda lap indidən istəyirsiniz böyük bir skrin götürün ekranı, ya yazırsınızsa yazın. Biz başlayaq izahımıza. Biz keçən dəfə 94-cü il hadisələrini danışdıq və dayandıq. İndi başlayırıq 95-ci ildə. Nə baş verib 95-ci ildə? Baxın, 3 dənə məsələ yazmışıq 95-ə. Konstitusiya, parlament və qadın. Nə deməkdir bu? 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının konstitusiyası qəbul edilir. Rahat danışa bilməyəcək. Qoyum. Burada qalsın. Deməli, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının konstitusiyası qəbul edilir. Noyabr ayının 12-sində elə həmin gündə də parlamentə seçkilər keçirilir. 1995-ci il 12 noyabr bizdə həm də konstitusiya günü kimi qeyd olunur. Bir də bura qadın yazmışıq. Yəni konstitusiya qəbul edildi, parlament seçkiləri keçirildi. Bir də qadın. Nədir qadın? Yəni ki, biz 95-ci ildə qadınlara qarşı ayrı seçkiliyin hər cür ayrı seçkiliyin bir növ qarşı çıxdığımız bir konvensiya qoşuluruq qadın ayrı seçkiliyinə qarşı. 95-ci il hadisələrimiz getdi. Əsas önəmlilər konstitusiya və parlament, ən önəmlisi isə konstitusiyadır. Sonra 96-cı ilə gələndə iki dənə əsas hadisə görürük 96-da. Bunlardan biri torpaq islahatıdır, yəni aqrar islahat. 1996-da Azərbaycanda aqrar islahat keçirilir. Belə ki, dövlət torpaqları həm xüsusi mülkiyyətə verilir, həm bələdiyyə torpaqları olur, həm də dövlətin əlində qalan torpaqlar. Yəni ki, dövlət torpaq fondu yaradılır, xüsusi istifadə, bələdiyyə torpaqları və dövlətin öz mülkiyyətində olan torpaqlar. Yəni torpaqlar bir növ kəndlilərin bir istifadəsinə verilir. Yəni onlara satılmır, sadəcə olaraq dövlət kəndlərə torpaq verir. Məsələn, 96-cı ilə qədər doğulan insanlar torpaq alıblar. Mən 97-də doğulmuşam deyə mənim torpağım yoxdur. Belə bir məlumat. Sonra 96-cı ildə ATƏT-in, yəni Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı, bizim bildiyimiz o ATƏT, əvvəl ATƏM idi, sonra ATƏT oldu. Onun Lissabonda samiti keçirilir. Lissabon samitində 53 ölkə, yəni dünya ölkələrinin bir neçəsi Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə tərəfdaş çıxır. Təbii ki, burada da Heydər Əliyev təmsil edir bizi, çünki onun prezidentliyi dövrüdür. Daha sonra gəlirik 97-ci ilə. 97-ci ildə nə görürük? Yuan. Nədir Yuan? Gürcüstan, Ukrayna, Azərbaycan və Moldavanın bir təşkilatıdır. 97-ci ildə biz birləşib yaradırıq, həm də 97-ci ildə yaratdığımız təşkilatda bir növ üzv olmuş oluruq. Yəni 97-ci ildə Yuana üzv olduq. Daha sonra 97-də görürsünüz yazmışıq Şimal neft kəməri. Bunun digər adını markerlərimizə çox gözəl yazır. Digər adını görə bilərik Bakı-Novorossiysk. Bakı-Novorossiysk. Bu, Rusiyadan keçən kəmərdir, təbii ki, Novorossiysk Rusiya ərazisidir və bu bizim üçün ona görə önəmlidir ki, Şimal neft kəməri, Bakı-Novorossiysk'in istifadəyə verilməsi, o ki, əsrin müqaviləsi imzalamışdı 94-də, onun müqavilə üzrə neftin ilk hasilatının başlanması deməkdir. Yəni, əsrin müqaviləsinin özü imzalanır 1994-də, amma əsrin müqaviləsi üzrə neftin ilk hasilatı başlayır 1997-ci il Şimal neft kəməri və yaxud Bakı-Novorossiysk neft kəmərinin çəkilməsi ilə. Sonra gəldik 98-ci ilə. 98-ci ildə hadisələrimizi yazmışıq. Nə? Qaçqınların və məcburi köçkünlərin işi ilə bağlı dövlət proqramı qəbul edilir 98-də. Daha sonra ölüm hökmü ləğv edilir, senzura ləğv edilir, konstitusiya məhkəməsi yaradılır və 98-ci ilin sentyabr ayında, yəni Heydər Əliyevin birinci prezidentliyi dövründə Bakıda İpək yolunun bərpası üzrə konferans keçirilir. Bakıda İpək yolunun bərpası üzrə konferans, Bakı konferansı 1998-in sentyabrındadır. Heydər Əliyevin birinci prezidentliyinə düşür. Bu konferansda Bakı bəyannaməsi qəbul edilib. Bu konferansın, ümumiyyətlə bu prosesin adını sizə İpək yolu konferansı yazmayacaqlar. Yəni yaza da bilərlər, daha doğrusu sadəcə bu formada da yaza bilərlər. Avropa, Qafqaz, Asiya nəqliyyat dəhlizi. Belə də görə bilərsiniz, elə də görə bilərsiniz. Yəni, bu 98-də gedib Avropa, Qafqazın Asiya nəqliyyat dəhlizi görəndə donub qalmayın ki, bu nə idi? Bu, İpək yolunun bərpası üzrə konferans və Bakı bəyannaməsi idi.
Sonra gəldik 1999-a. 99-da əsas hadisələrimiz bu 4 əsas hadisədir. Nədir onlar? Dövlət neft fondu yaradılır. Qərb neft kəməri istifadəyə verilir. Yəni Bakı, Supsa. 97 Bakı Novorosiysk idi, 99 Bakı Supsadır. Azərbaycanda 1999-da ilk bələdiyyə seçkiləri keçirilir. Bələdiyyələr yerli özünü idarə etmə orqanlarıdır. 99-da da ilk seçkimiz. Daha sonra 1999-cu ildə ATƏT-in İstanbulda sammiti keçirilir və ATƏT-in İstanbul sammitində Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında saziş imzalanır. Bu arada indi də demədim də 98-ci ilin oktyabrında Heydər Əliyev ikinci dəfə prezident seçilib. Bu prosesləri biz birinci dərsimizdə danışdıq da 88-94 arasında. Heydər Əliyev ikinci dəfə prezident seçilir. Yəni bundan sonra olan Heydər Əliyevin ikinci prezidentliyi dövründədir. ATƏT-in İstanbul samiti 1999-cu il noyabr ayı Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında saziş imzalandı. Sonra gəldik 2000-ci ilə. 2000-ci ildə elə belə hakimlərin test üsulu ilə seçilməsi var. Bir də Kitabi-Dədə Qorqud dastanının 1300 illiyi var. Düzü mən bu hissiyə çox mədəniyyəti qatmaq istəmədim. Müstəqillik dövrünün mədəniyyətinə ayrıca qeyd eləyəcəyik. Yəni bu sadəcə Kitabi-Dədə Qorqud tam bura düşür deyə il çox az qalmasın deyə burada qeyd elədik. Gəldik 2001-ə. 2001-də Azərbaycanda ombudsman təsisatı yaradılır. Yəni insan hüquqları üzrə müvəkkil ombudsman 2001-dədir. Sonra AŞ, nədir AŞ? Avropa Şurası. 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul edilir. 2001. Bakı, Tbilis, Ərzurum. Bakı, Tbilis, Ərzurum qaz sazişi 2001-dədir. Heydər Əliyevin dövründədir. Bakı, Tbilis, Ceyhanın sazişi 99-da idi. Bakı, Tbilis, Ərzurumun sazişi 2001-dədir. Qaz sazişi imzalandı. Sonra 2001-ci ildə dünya Azərbaycanlılarının ilk qurultayı keçirilib. İlk qurultay başlayır Heydər Əliyevin dövründə, növbətlər də ilki buradadır, növbəti 4-ü isə Heydər Əliyevin dövründədir. İndi qurultayda yəni çox istifadə eləmirlər. Sadəcə indi müstəqillik dövrü elə bir proses ki, bəzi məsələləri burada qeyd eləyəndə yeni nəşr kitablarımızda qeyd olunmayıb, amma abituriyentlər üçün BİM toplularında saxlanılıb deyə məcburi ikisini bir yerdə deyək. Məsələn, dünya Azərbaycanlılarının qurultayı eyni şəkildə yeni dərsliklərdə birincisini demək olar ki, istifadə eləmirlər, amma abituriyentlərdə var deyə demək məcburiyyətindəyik. Sonra 2001-ci ildə heç nə görəcəyimiz hadisələr bunlardan ibarətdir. Nə deyəcəkdim Azərbaycanlıların qurultayları ilə bağlı? Heydər Əliyevdə başlayır, növbətləri İlham Əliyevin dövründədir. Yadda saxlamaq istəsəz belədir, 2001-də başlayır, 5 ildən bir 5 dənə qurultay var. Yəni 2006, 2011, 2016, o birisi 2021-də olacaqdı, olmadı, koronaya görə 2022-də oldu, özü Şuşada oldu. 5-ci qurultay. Amma 5-ci qurultayı bilmək lazımdır, 2022-ci ildə Şuşada. Sonra gəldik 2002-ci ilə. 2002-ci ildə biz NATO Parlament Assambleyasının asosiallaşdırılmış üzvlüyünə qəbul edirik. Yəni, səs haqqı olmayan üzvlüyü, asosiallaşdırılmışıq. Bizə oradan bir növ səs haqqı verməyiblər, sadəcə üzv olmuşuq. NATO Parlament Assambleyası asosiallaşdırılmış üzvlük. Sonra 2002-ci ildə Azərbaycanda referendum keçirilir. Konstitusiyaya ilk dəyişiklikdir bu, referendum. Konstitusiyaya ilk əlavə və dəyişikliklərin həyata keçirilməsi. Sonra 2002-ci ildə xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə komitə yaradılıb. Xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə dövlət komitəsi. 2008-dən də diasporlardan iş üzrə komitə olacaq. Yenə çox istifadə eləmirlər, yeni nəşrlərdə demək olar ki, yoxdur. Amma aktiviyyətlərdə bir-iki yerdə qalıb deyə qeyd edirik. Gəldik 2003-cü ilə. 2003-cü ildə o ki, biz 2001-ci ildə Avropa Şurasına üzv qəbul edirik. Hanım buradadır, Avropa Şurasına üzv. İndi İlham Əliyev 2003-cü ildə Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti olacaq. Bir bu məsələmiz var. Sonra 2003-cü ildə Heydər Əliyev rəhmətə gedəcək. İlham Əliyev baş naziri idi avqust ayından etibarən. Oktyabrda prezident seçilir. İlham Əliyev birinci prezidentliyi dövrüdür. Dekabrda Heydər Əliyev rəhmətə gedir. Bu proses bulardır. Sonra gəlirik 2004-ə. 2004-cü ildəki hadisələrimiz nədir? Heydər Əliyev fondu, fond, 4 hərfdir. F-O-N-D. Fond deməli 2004-cü ildədir. 2004-cü ildə Təbrizdə konsulluğumuz fəaliyyətə başlayıb. Təbrizdə konsulluq. Sonra bir də İlham Əliyev Qarabağ müharibəsində
informasiya müharibəsinə hücum, yəni hücum müharibəsinə, hücum diplomatiyasına keçidi qeyd edir. İnformasiya müharibəsində 2004-dədir. Daha sonra əvvəl 2005-də Heydər Əliyev ordeni qeyd edirlər, amma indi qeyd olunmur deyə mən də qeyd eləməyəcəm. Heç abituriyentlərdə də istifadə etmirlər. Amma ordeni də əgər yadda saxlamaq istəyirsinizsə ki, bir bəlkə nə vaxtsa nə bilim kimsə hardasa saldı. Fond 4 hərfli 2004-dədir, orden 5 hərfli 2005-ci ildədir. Gəldik 2006-ya. 2006-da Bakı-Ceyhan neft kəməri istifadəyə verilir. Sazişimiz 99-da idi. ATƏT İstanbul Samiti 99-da sazişi imzaladıq Heydər Əliyevin dövründə. İstifadəyə verilməsi isə 2006-cı ildə İlham Əliyevin birinci prezidentliyi dövrünə düşəcək. Bu arada 2006-cı ildə İlham Əliyevin ABŞ-a ilk rəsmi səfəri var. Amma indi o da kitablarda qeyd edilmir. Sadəcə dində bəzi sualların içərisində qalır. Əsas abituriyentlər yadda saxlayın ki, İlham Əliyevin ABŞ-a ilk rəsmi səfəri 2006-cı ildadır. Səfər demişkən, Heydər Əliyevin 93-cü ildə ilk rəsmi səfərini qeyd elədik ki, bu adam Fransaya gedir. İlham Əliyev də ilk olaraq 2003-cü ildə hakimiyyətə gəldikdən sonra rəsmi səfərini İsveçrəyə edib. İsveçrədə, Cenevrədə konferansda iştirak edir, informasiya təhlükəsizliyi ilə bağlı. Sonra gəldik 2007-yə. 2007-də ölkədəki çadır şəhərcikləri ləğv edilib. 2007-ci ildədir. Bir də Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilir. Yenə yazırıq bunun qarşısına istifadəyə verildi. 2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət kampaniyası başlayır. 2009-cu ildə bizim yenidən referendumumuz var, konstitusiyaya düzəliş. Bunu ən yaxşı yolla belə yadda saxlayırsınız ki, konstitusiya özü 1995-ci ildədir, 95-dədir. 7 ildən bir 3 dəfə düzəliş olub. Yəni 95 plus 7, 2002, 2007, 2009, 2009, 7, 2016-cı ildə, yəni sonuncu düzəlişimiz 2016-cı ildədir. Və burada Naxçıvan sazişi görürük. İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlərinin Naxçıvanda görüşü keçirilir və Naxçıvan sazişi imzalanır burada. Sonradan bu saziş bizdə 2012-ci ildə Türk dilli dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasına səbəb olacaq. Bu barədə danışacağıq. Naxçıvan sazişi var, bunu qeyd elədik. 2010-cu ildə Mübariz İbrahimov milli qəhrəman adını alacaq və 2010-cu ildə biz üzr istəyirəm. İqtisadi əməkdaşlıq buradadır, İstanbul Samiti. Naxçıvan sazişi dediyimiz türk dilli ölkələrin dövlət başçılarının Naxçıvanda görüşü keçirilir və orada bir Naxçıvan sazişi imzalayırlar. Bunun da nümunəsində 2012-ci ildə türk dilli ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq. 2010-cu ildə isə biz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda görüşü keçirilir. Sonra da burada qeyd edirlər ki, aralarında İstanbul sazişi imzalanır və bu sazişlə də öz aralarındakı o iqtisadi məsələləri və digər məsələləri həll etmiş olurlar. 2011-ci ildə biz BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvünə çevrilirik. Yadımıza salmalıyıq ki, BMT-yə nə vaxt üzv olmuşduq? Təhlükəsizlik Şurasının qeyri-daimi nə vaxt üzv olduq? 2011-də. Elə həmin ildə də qoşulmama hərəkatına da üzv oluruq. Qoşulmama hərəkatı yadımıza salırıq. Nə zaman idi? Hansı konferansda yaranmışdı? Kimlər yaratmışdılar? Nə idi məqsədləri? Nəysə ki, 2011-ci ildə qoşulmama hərəkatına üzv olduq. Məsələn, mədəniyyətdən desə 2011-ci ildə Avroviziyada qalib gəlirik və başlayır Avroviziya bizdə keçirilməyə bu məsələ var. 2012 gedək yavaş-yavaş, çox bir şeyimiz qalmayıb geriyə, bunları silək. 2012-ci ildə qeyd elədiyimiz kimi 2012 TİDəş yaradıldı, Türk Dilli Ölkələrin Əməkdaşlıq Şurası və bunun da ki, bütün hər bir şey Naxçıvan sazişi ilə 2009-da imzalanan Naxçıvan sazişi ilə müəyyənləşdirilir, iş prinsipləri və digər məsələlər. Daha sonra 2012-ci ildə heç nə Avroviziya bizdə keçiriləcək, onu deyə bilərik. Başqa 2012-dən deyə biləcəyimiz bir şey yoxdur. Keçirik 2013-cü ildə. 2013-cü ildə olan proses önəmlidir. TANAP və TAP layihələrimiz var. TANAP, yəni TANAP 21-ci əsrin müqaviləsi qaz sazişidir. 2013-cü ildə saziş imzalanacaq, 2018-də də istifadəyə verəcəklər, qeyd edəcəyik.
Daha sonra 2014-cü ilə gələndə Heydər Əliyev məscidli mədəniyyətdə, amma belə normal proseslərin içərisində bir şey yoxdur bizdə. Deyə biləcəyimiz, yəni kitabda olan. 2015-ci ildə yenə mədəniyyət ayətdə Avropa Olimpiya oyunları keçirilir bizdə, odur. 2016-ya gəldikdə isə 2016-cı ildə 7 il keçib, bax artıq 2009-dan 7 il keçdi, hani 2009 oradadır. Deməli, referendum olub. Mart ayında bitdi, referendum olub konstitusiya düzəlişlə bağlı və bu referendumda artıq vitse-prezident vəzifəsi meydana gələcək və 2016-cı ildə aprel döyüşləri var, onu ayrı müharibənin içərisində danışacağıq. Sonra 2016-cı ildə elm haqqında qanun var, sonra nə bilim TGDK dəyişir, din olur, sizin çox sevdiyiniz bir qurum, bu ildə 10 illiyidir. 10 illiyi münasibəti ilə mən düşünürəm ki, sizə heç bir güzəşt eləməyəcəklər. Deməli, 2016-cı il aprel döyüşlərindən ayrıca danışa bilmədim. Ayrıca danışacağıq, mədəniyyətdən ayrıca danışacağıq və öz yerində referendumu isə qeyd elədik. 2017-ci ildə biz artıq vitse-prezident vəzifəsini görürük. Bakı, Tbilisi, Qars, dəmir yolu xəttini görürük. Ələtdə azad ticarət zonası yaradılır, onu görürük. Bir də 4-cü İslam həmrəyliyi oyunları var. Nəysə, onu görürük. Son olaraq 2018-ci il Günnüt əməliyyatıdır. Günnüt əməliyyatı haqqında danışacağıq müharibələrin içərisində. Bir də 2019-cu ildə ən son Dost agentliyinin açılmasını qeyd edəcəm bura. Bununla da müstəqillik dövrü yekunlaşacaq və bunların içərisindən seçib sizə bir sual salmış olacaqlar. Mən şəxsi düşüncəmi bölüşürəm ki, buradan gələcək sual tipi bizdə belə olacaq, abituriyentlər üçün nəzərdə tuturam. Təbii ki, eyni şey dində sertifikasiyada, MİQ və sertifikasiyada aiddir. Gələ biləcək sual tipimiz əsasən bu formada gələ bilər. Məsələn, 20-ci əsrin sonları və yaxud 21-ci əsrin əvvəlləri xarici iqtisadi əlaqələr, məsələn, daxili siyasi əlaqə və yaxud daxildə dövlət quruculuğu olsun, xarici siyasi, xarici iqtisadi belə bir proses gələ bilər və yaxud Heydər Əliyev prezidentliyi dövrü, İlham Əliyev prezidentliyi dövrü və yaxud 21-ci əsrin ilk 10 illiyi, ikinci 10 illiyi belə şeylərdən yazıb sual verəcəklər bizə. Ümid edirəm ki, nəticəniz də yaxşı olar. Belə, bugünlük bu qədər. Növbəti dərs videolarımızda görüşənə qədər sağ olun.